döyən, söyən yoldaşın var, təhqir eləyir hər gün. Sən üzr istəyirəm, yəni adam yerinə qoymur bir növ. Amma sən dua eləyirsən ki, Allah onu iş yolunu bağlasın. İş yolu bağlasa daha da sənə gəlib betər olacaq. Görürsən ki, o bağlanmır, daha fərqli bir şey olur. Amma sən dua elə ki, bilirsiniz, bir insanın bu yaxınlarda bir sözü var idi. Biz nə ilə xoşbəxt olacağımızı bilmirik. Onu Allah bilir. Doğru. Mən 5 uşaqla mı xoşbəxt olacağam? 3 uşaqla mı xoşbəxt olacağam? Mən bu psixologiyada mı xoşbəxt olacağam? Və yaxud da mən gedib mühasib olacağam, xoşbəxt olacağam. Mən bilmirəm. Mən kimsə mənə deyib ki, məsəl üçün, mən riyaziyyatı bitirmişəm və kimsə mənə deyib ki, sən riyaziyyatçı olacaqsan və mən oturum gecə gündüz dua edim ki, Allah mənə qurban yaxşı bir dünyanın ən yaxşı riyaziyyatçısı elə. Axı o mənlik deyil, o mənə xoşbəxt eləməyəcəm. Bakı dövləti bitirdim, xoşbəxt oldummu? Yox. Yəni 1 qram belə yox. Amma məni bu iş xoşbəxt elədi. Allahdan səni nə xoşbəxt eləyəcəyi dinən.